işıqlarımız bərbad vəziyyətdədir. Ya xaldeni işlədə bilmirik, tovka işlədə bilmirik. Qonaq gəlir evə, işıqlar közərir, keçir birdən, gücü çatmır lamışqan. Adam özü utanır, ölür. Ağdaşın 1-ci Aral kəndindəki bu vəziyyət Rəvan Qarayev kimi bütün sakinləri narahat edir. Çünki elektrik təsərrüfatının acınacaqlı vəziyyətdə olması onların gündəlik həyatına ciddi təsir göstərir. Sakinlərin sözlərinə görə kənddəki elektrik dirəkləri illərdir dəyişdirilməyib. Naqillər isə istismar müddətini çoxdan başa vurub. Nəticədə verilən elektrik enerjisindən normal şəkildə istifadə mümkün deyil. 1961-ci ildə bu Aralbir kəndinə işıq çəkilibdir. O çəkiləndən bəri hal-hazıra kimi heç bir dirək dəyişməyib burada. Ona görə burada işıqlar zəifdir. Çox zəifdir həqiqətən də. Axşam olanda ləmpə yandırırıq evin içində. Heç bir şeydən eləyə bilmirik işıq barədə. Heç istifadə eləyə bilmirik ay qardaş. Yayda lap daha pis vəziyyətdə, yenə qışda soyuq olur. Yayda isti olur. Nə xaladenli işləyir, nə televizor işləyir, nə işıq lampışkası közərir. 280 təsərrüfat idi, indi 400-ü keçib bu kəndin təsərrüfatı. Çatmır da, işıq zəifdir. Transformatorlar köhnədir. Külək olan kimi hamısı sönür. Mən özümün xaladenliyim yanıb dəfələrlə. Gidrofonum yanıbdır. Ağac materialından olan elektrik dirəklərindən asılan yüksək gərginlikli naqillər hər an ciddi təhlükə yarada bilər. Bəzi hallarda isə naqillərin birbaşa dəmir dirəklərlə çəkilməsi isə təhlükəni daha da artırır. Hal-hazırda bu işıq dirəyimiz durbadandır. Oradan xəttin verib qırılıb yerə düşsə, burada bizim evlatlarımız var. Gələcək evlatlarımız. Bunların bir topluluq həyatın məhvəsi biz nə cümlə olarıq? Bizim zəhmətimizi çəkin və görün. Öz cibimizin vəsaitlə çəkmişik bunu hal-hazırda. Sakinlərdən biri bizi evinə dəvət edir və elektrik enerjisinin voltaj və amperaj göstəricilərini nümayiş etdirir. Onun sözlərinə görə cərəyan o qədər zəifdir ki, məişət texnikasından istifadə etmək olmur. Sakinlər bildirdilər ki, əlavə işıq gücləndirici qurğularından istifadə etsələr də bu da problemi tam həll etmir. Mən topla burada göstərdir amperajı. 140 volt, 130 volt, 100 volt tok olur. Sakinlər deyirlər ki, kəndin mövcud çətinliyi ilə bağlı müvafiq qurumlara müraciət etmələrinə baxmayaraq, hələ də problem həllini tapmayıb. Biz dəfələrlə lazımi orqanlara müraciət eləmişik bu işıq barədə. Baxan yoxdur. Cənab Prezidentimiz günü-gündən çəkilən bu Azərbaycanda dəfələrlə məmurlara tapşırıb ki, vətəndaşların xidmətinə durun. Halbuki bu məmurlar heç biri baxmır. Bizim bu şikayətlərimizə baxmırlar. Cənab Nazirimiz Pərviz Şahbazovun qəbulunda olmuşuq. 9 fevral 2024-cü ildə Mingəçevirin rəisi Pünhan Qurbanov gəlib baxış keçirdibdi. Burada Ağdaşda Nazim müəllimin qəbulunda dəfələrlə kənd cəmaatından olmuşuq. Yəni icra hakimiyyəti Orxan Hüseynzadənin qəbulunda olmuşuq. Yəni hamısının qəbulunda olmuşuq valla. Yəni nəticə görmürük. Ərazidə çəkiliş apardığımızdan xəbər tutan müvafiq təşkilatlar dərhal hərəkətə keçdi. Azərişıqa məxsus yük maşını, işçi qüvvəsi və bir neçə beton dirək kəndə gətirildi. Lakin sakinlər bu addımı səmimi hesab etmədi. Onların fikrincə, çəkiliş aparıldığı üçün müvəqqəti olaraq iş görülmüş kimi göstərilir. Sujet hazırlandığı zaman sakinlərlə yenidən telefon əlaqəsi saxlayaraq vəziyyətin dəyişib-dəyişmədiyini öyrəndik. Bildirildi ki, yalnız bir neçə beton dirək bastırılıb və iş dayandırılıb. Ərazidə təhlükə saçan köhnə naqillərin və dirəklərin dəyişdirilməsi, transformatorların yenilənməsi isə hələlik həyata keçirilməyib. Məsələ ilə bağlı Azərişıqdan bildirildi ki, hal-hazırda Aşağı Zeynəddin, Mürsəl, Yeni Arx kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılıb. Həmin işlər bitdikdən sonra rayonun bir neçə kəndində, o cümlədən 1-ci Aral kəndində yenidən qurulma işlərinə başlanılması nəzərdə tutulur. Bütün elektrik veriliş xətləri yenidən qurulacaq, dayaqlar yeni müasir dayaqlarla dəyişdiriləcək. Ötürücü naqillər isə müasir kabellərlə əvəz olunacaq.